Gəncə şəhəri Şəhid Vüsət Əliyev küçəsində yerləşən utilizasiya zavodunun ətraf əraziyə qanunsuz şəkildə çirkli tüstülər buraxdığı iddia olunur. Bu barədə ərazidə yaşayan sakinlər missiyaza bildiriblər. Onların sözlərinə görə zavoddan çıxan qatı və kəskin qoxulu tüstü xüsusilə axşam saatlarında daha da artır və ətrafda yaşayan insanların sağlamlığı üçün ciddi təhlükə yaradır. Sakinlər deyirlər ki, tüstü səbəbindən nəfəs almaqda çətinlik çəkirlər. Evlərinin pəncərəsini açmaq mümkün olmur. Onların iddiasına görə məsələ ilə bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət olunsa da, hələlik hər hansı nəticə əldə edilməyib. Bu tüstü artıq dözülməz həddə çatıb. Uşaqlarımız, yaşlılar əziyyət çəkir. Kim nəzarət etməlidir, etmir deyə sakinlər narazılıqlarını ifadə ediblər. Mövzu ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu ünvanladıq. Nazirliyin mətbuat katibi İradə İbrahimova açıqlamasında bildirib ki, faktla bağlı araşdırmalar başlanılıb. Əlavə məlumat veriləcək. Ceyranə Quliyeva, Heydər Həsənli, Missiya TV.